Bilirsiniz ki, Türkiyənin İsrailə qarşı açıqlamaları və İran mövcud hakimiyyətini müdafiə etməsi İran xalqının, özəlliklə türklərin, kürdlərin və ərəblərin daha çox siyasi hakimiyyətə dəstək olmasını gətirib çıxarır. Siyasət. Əgər İran Türkiyə ilə hər hansı bir sorun yaşayarsa, bu xalq dəstəyindən məhrum olar və xalq rejimə qarşı onda çıxa bilər. Bugün xalqın rejimi dəstəkləyirsə, mövcud siyasi hakimiyyətin yanındadırsa, onun tək səbəbi Türkiyə, Azərbaycan, Pakistan birliyidir və bunun da öncüllüyünü, liderliyini gerçəkləşdirən Türkiyədir. O yüzden Türkiyəyə qarşı İranın hansısa son dövrlər açıqlamalarını da eşitməmişik. Bilirsiniz, içəridə də böyük bir Erdoğana İran xalqının içərisində bir dəstək var. Özəlliklə Kürdlər üzərindən qurulmuş siyasi oyunu da pozan yenə Türkiyədə, Erdoğan iradəsidir. İranda olan Kürdlər üzərindən bilirsiniz ki, xalq ayaqlanması gerçəkləşməli idi ilk olaraq. Bunu biz PJAK-ın, Komelenin və ayrı-ayrı terrorçu təşkilatların açıqlamalarında görürdük. Xalqı üsyana çalırdılar, xalq qalxmadı. Onun tək səbəbi bugün İranda olan Kürdlərin də özəlliklə sol və komünist olmayan Kürdlərin böyük əksəriyyəti artıq Erdoğanın iradəsini və siyasətinin yanında olduqlarını bildirirlər və onun yanındadılar. Bunu İranda olan Kürdləri, Türkiyədə olan Kürdləri və bölgədə olan Kürdləri tanıyan insanlar da bildirirlər ki, bugün Sayın Erdoğan onlar üzərində böyük bir nüfuzu var. Sayın Erdoğan'ın da bugün iradəsi xalqın içərisində o qədər güclüdür ki, Sayın Erdoğan hansı tərəfi göstərsə, xalq o tərəfə gedəcək. Bugün artıq mövcud rejimin, xüsusilə Xamneyi liderliyində olan bir rejimin Erdoğan'a ihtiyacı var və ona qarşı hansısa bir addım atmaz. Və eyni zaman digər tərəfdən də Türkiyədə NATO'nun hərbi bazalarından İrana qarşı hansısa addımların atılmasına qətiyyən imkan verilməz. Nə radarlarla, nə də informasiya dəstəyini qətiyyən verə bilməz, bunu da hər kəs bilsin. Və Türkiyə o dövlət deyil ki, hansısa dövlətin kuklalığını eləsin. Hansısa NATO qərargahından gələn əmrə tabi olsun. Türkiyənin öz dövlətinə İran üzərindən açılan bir savaşda təhlükə varsa, Türkiyənin güvənliyi özünün birinci planıdır. Əksinə NATO Türkiyənin güvənliyinə cavabdeh olaraq Türkiyənin qərarını hörmətlə yanaşmalıdır. Bu baxımdan da kimsə Türkiyəni İsrailin, Amerikanın və NATO'nun proksisi kimi qəbul etməsin. Türkiyə bölgədə və dünya siyasətində rol aparan dövlətdir, rol alan dövlət deyil. Oyun quran dövlətdir. Yox, aydındır, burası bəlli. Amma eyni zamanda da hərbi bazda hərbi bazadan da Türkiyə İrana qarşı heç kim Türkiyənin dövlət siyasətinin iradəsi olmadan yararlana bilməz. Bunu da hər kəs bilməlidir. Ona görə də hər kəs siyasəti diqqətlə izləməlidir. Bugün İranda olan siyasi istiqrarı qoruyan güc bölgədə olan Türkiyə, Azərbaycan, Pakistan siyasi iradəsi ilə ümum dünya Türk iradəsidir və Türkiyə İranda da bunu həyata keçirən, bu siyasətə dəstək verən %60-70 türklərdir. Və onların yanında bugün ərəblər və kürdlərin böyük əksəriyyəti də iştirak edir. Cahangir bəy, deməli belə maraqlı situasiyada həm də ortaya çıxan məqam nədən ibarətdir? Yaxşı xatırlatdınız. Sən bayaq siz daxildə nə baş verindən danışmaq istəyirdiniz. Həm də eyni zamanda kürdlərin filanların adını çəkdiniz. Bax, belə fikirlər var ki, indi ABŞ-ın və İsrailin həyata keçirdiyi, İrana qarşı həyata keçirdiyi siyasət nəzərdə tutulan BOP siyasətidir və burada da məqsəd belə deyək, Urmiyada, yəni bu İran ərazisində bir Kürd dövlətinin, Kürdistan dövlətinin yaradılmasıdır. Yəni, ən sonda hədəf ona hesablanıb. Biz isə bu dəqiqə bu situasiyada orada yaşayan çox saylı Türk xalqlarının, belə deyək, hərəkatının başlaya biləcəyini hədəfləyirik. Yəni, biz düşünürük ki, burada bunun üçün bəlkə də fürsət artıq yaranıb. Amma biz daha çox, belə deyək, Kürdlərin fəallığını görürük. Və ötən günlərdə sosial mediada bu müzakirəyə çıxarılmışdı ki, hətta Azərbaycan ictimaiyyətinə yönəlik ki, baş verən hadisələrə əksəriyyətiniz, nə bilim, əksəri adamların sevincini görürük, əksəriyyətinin kədərləndiyini görürük. Təbii ki, heç kim insan ölümünə və yaxud hansı bir ölkənin başına bombalar yağılmasına sevinməz. Amma deməli, son hədəfdə belə fikirlər səslənir ki, yəni nəyinə tutaq ki, sevinən nəyinə bunun sevinir ki, sabah orada doğrudan da ABŞ-ın və İsrailin dəstəyi ilə bir Kürdistan dövləti yaranacaqsa, yenə də çox millətli türklərin belə deyək, hərəkatı fiyaskoya uğrayacaqsa,
Nədir bu xüsusda sizin düşüncələriniz? Bu mövzu ilə bağlı dəfələrlə mənim Azərbaycan mediasında açıqlamalarım olub. İllər içərisində İrana baxış siyasətində bizim İrana baxış, rejimə baxışımız İsrailin və Amerikanın baxışından tam fərqlənir. İran siyasətinin, İsrail siyasətinin yanında biz yer alsaq, öz ayağımızı baltalamış olarıq. Nədir o? Azərbaycan üçün xırda bir Azərbaycan, balaca bir Azərbaycan, Güney Azərbaycan dövlətini şirinləşdirici bir tort kimi göstərib. Sabah o torta da özləri sahiblənib və yanımızda, böyür başımızda ayrı-ayrı kiçik dövlətlər qurub və o dövlətlərə də tam nəzarəti əl alıb. Türk dünyası arasındakı bütün rabitələri qıracaqlarsa, belə bir müharibə və siyasət kimə lazımdır? Əgər onların siyasətində Naxçıvanın bir qismi də Kürdistandırsa, Laçın bölgəmiz də öz xəritələrinin içərisindədirsə, belə bir siyasətin içərisində olan hansı Azərbaycanın özünü şərəfli Azərbaycanlı saya bilər? Hansı ləyaqətdən danışa bilər? Sən birinci gəl İsrailin öz övladlarının, siyasi liderlərinin xəritələrinə bax, özlərinin başının üstündə olan. Netanyanın oğlu Nahu Netanyan ilə birgə şəkili var, başlarının üstündə olan xəritədə Naxçıvanın bir qismi Kürdistandır. Hətta Laçın bölgəmizdə Kürdistan işarəsi var. Gedin, baxsınlar. Mən bunun haqqdan dəfələrlə danışmışam. Belə bir durumda İsrail siyasətinin yanında necə yer ala bilər? Bax, İsrail sevən aşiqlərə deyirəm. Əgər doğrudan İsrail bizi sevirsə, Azərbaycan torpaqlarında başqa bir dövlət niyə qurur? Yox, İsrail bizim dostumuz, qardaşımızdırsa, bizə qarşı niyə çalışır? Və eyni zamanda dostumuz, qardaşımızdırsa, İrana hücum eləyəndə bizlə məsləhətləşsin. Desin ki, sizin marağınız nədir? Deyir mi? Demir. Trump deyir ki, mən əmr eləyirəm, Netanyahu hücum eləyir. Dayan deyirəm, dayanır. Heç partiyasından iclası da keçirilmir. Belə bir durumda Azərbaycan heç yerdə yoxdursa, sən necə gedib kiminsə aşiq ola bilərsən ki, bu siyasətin içərisində daha çox əzilən nüfuzdan düşən elə birinci dünya yahudiləridir. İsrailin bugünkü apardığı siyasət ilk olaraq dünya yahudilərinə zərbədir, İsrail xalqına zərbədir, bölgədə olan qurulmuş İsrail dövlətinin varlığına zərbədir. Əgər siz İsraili sevirsinizsə, Yahudi dünyasından qardaş və dost olmaq istəyirsinizsə, Netanyahu'dan İsraili xilas edin. Ki, İsrail də xilas olsun, dünya Yahudiliyi də xilas olsun, bölgə də xilas olsun. Mən də belə bir siyasətin içərisində sizlə birlikdə yer almağa hazıram. Amma İsrail hansısa maraqlar üzərindən gəlib İran adlanan Azərbaycanı 85 milyonluq nüfuzun 60 milyonlu Türk olan bir coğrafiyada sənin torpaqlarını darmadağın eləyib, xəritələr cızıb, orada ayrı-ayrı dövlətlər qurub, özünün proksi dövlətləri və əraziləri edəcəksə və o ərazilərdən sabah səni idarə eləməyə və səni bütün siyasətini məhdudlaşdırmağa çalışıb, nəticədə sənin özünə dağalıq eləyəcəksə, Xəzər qardaşlığı adı altında, Xəzəriyyə dövlətində olduğumuz nəzəriyyə ilə və təfəkkürlə səni də gədə yerinə qoyub idarə edəcəksə, onda sən kimsən, onda sən mənə cavab verməli olacaqsan. Biz belə bir siyasətin içərisində yoxuq. Buna görə də hər kəs İsrailin İran savaşında olan mövqeyinə və apardığı müharibəyə diqqətlə yanaşsın. Nə qədər təhlükəli olduğunun fərqində olsun. Tehran fars faşizmə qarşı mücadiləni Azərbaycandan bizdən güclü heç kim aparmayıb və milyonlarla şəhid verən Azərbaycan türkləridir. 25-ci ildən bu yana 45, 46-cı il, 50-ci illər, 79-cu illər İraq savaşında 1 milyon, 3 milyon insan ölüb, 1 milyon yarımı türkdür. Ən böyük bədəli biz vermişik faşizmə qarşı, faşizmin əməlləri içərisində. Ən çox əzilən bizik, dirənən də bizik. Biz belə bir durumda bugün öz maraqlarımıza qarşı olan güclərin yanında necə yer ala bilərik? Və eyni zamanda Tehran fars faşizminə qarşı biz mübarizə aparırıq. İllərdir biz meydanda faşizmi bütün mahiyyətini ortaya qoymaqla məşğuluq. Savaşan bizik. Azərbaycan dövlətinə qarşı savaşan olardı. Erməninin yanında yer alan olardı.
Və eyni zamanda Azərbaycan dövlətində Xomeyniçilik ideologiyasını yayıb Azərbaycanı işğal eləmək istəyən də olardı. Bunu hər kəs görür, biz bilirik. Biz faşizmin, molla ekspansiyasına qarşı 30 ildə, 35 ildə mübarizə aparırıq. Biz bilmirik kimin savaşırıq, amma bütün bunlara baxmayaraq bu mövcud rejim dedim. Hələ bu mövcud rejim, müharibə dövründə olan rejimin adı nə olacaq? Gələcəkdə ona nə ad verəcək? Hələ X variantında qaldığı bir durumda biz gedibsə kimin oyununu oynaya bilmərik. Biz özümüzün milli və dövlət maraqlarımızı qorumalıyıq. Bu baxımdan da Azərbaycan dövlətinin İsraillə olan diplomatik danışıqlarında özəlliklə Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin dəməçləri bizim üçün çox önəmlidir. İran adlanan Azərbaycan başdan başa Azərbaycandır. Orada mülki obyektlərin vurulması, insanların öldürülməsi birbaşa Azərbaycanın marağındadır, bizim marağımızdadır. Biz onu qəbul edə bilərikmi? Təbii ki, bugün dövlətimiz artıq öz marağını və mövqeyini sərgiləməyə başlayıb. Biz də dövlətimizin əlini gücləndirməliyik.